Çankaya'da yerleşir. Türk Dili Araştırmalar Akademiyası 2024. yılın yekunlarına göre benim metodikalarımı nəzərə alaraq məni həmin Türk Dili Akademiyasının həqiqi üzvü seçmişlər. Ve aynı zamanda da akademiyanın altın ulduz medalını təqdim edərək akademiyanın cübbəsini ve Atatürk rozetini hediye elədilər, altın rozeti. Ve bunlar Türk Dili Akademiyası aynı zamanda da Riyasət Heyətinin ve Bilim Kurulu'nun üyelerinin ümumi qərarı ilə akademiyanın benim həmin elmi işlerimi İsveçrənin Zürich şəhərində yerləşən Birləşmiş Millətlər Təşkilatının beynəlxalq Hipokrat ordenidir. Əlbəttə bu bizim universitetimizin, tibbimizin, səhiyyəmizin elmi istiqamətlərinin belə nailiyyətləri çoxdur və mən də bu nailiyyətlərin içində mənim elmi işlərimdə əlbəttə Türk Akademiyasında, Araştırmalar Akademiyasında qiymətləndirilibsə, Zürich beynəlxalq mükafatlandırma mərkəzində qiymətləndirilirsə, əlbəttə mən də sevinirəm və mənim üçün də bu bir qürur verici haldır.